Evet dostlar. Təndirə qırmızı torpaq lazımdır. Qırmızı torpaq üçün də burada günəşdir, amma küləkdir. Bura günəşdə çox isti olur, çox. Bismillah. Hər bir uğurun zəhməti var. Ona görə də biz də bu zəhmətə qatlaşıb, əziyyət çəkirik, bu işi də görürük. Bu ələdik, bax görürsünüz. Ələdik deyəndə ələdim. Gəl yaxına. Ələdik yox, ələdim. İndi qumun, bunu səlqəli şəkildə indi yığacam meşoğa. Qum deyil, qırmızı torpaqdır. Bu torpaq da yaxına yalnız təndir qoymaq üçün istifadə olunur, partlamır, daha rahatdır. Bax belə, indi bunu hazırlayıb, sonra təndirin üstünü palçıqla sıvayacağım inşallah. Bayaqdan buranı qazıram, Allahdan rəvan gəldi. Rəvana dedim ki, Allah heç olmasa bir video çək, xatirə olaraq qalsın deyə. Kəndimiz Əlincə qalası, İlanlı dağı və qarşı tərəfdə, bu tərəfdə isə Dəlikdaş adlanır və Cinli dağı. İndi gəl bir xahiş edim, bunu tut, mən yığım. Deməli dostlar, məlumat üçün bildirim, işə başlamışıq. Canavarlar gəlir. Memorla biliyor. Bu Nurlan George City'nin İlyas Herlon Fransadan gəlir və Cənubi Afrikadan gələn Baka Guki Nigo Əsəd. Xanım qonşumuzu Allah rəhmət. Bax qonşu olar belə. Dovğanı gətirib, çayı gətirib, biskvitin gətirib. Allah sənin balaların saxlasın. Ay qonşu, mala, mülkün, ömrün bərəkət versin. Çox sağ olsun. Xanım mənim burada əziz və dəyərli bacımdır. Gözəl qonşumuzdur. Allah qonşuluqdan əksik eləməsin. Xanım, bax buranı tikirik. İnşallah balaların toyun, xeyir işi, nişanın, hərisin. Stolu bura açacaq. Nə deyirsən? Qonaqlığı burada edəcək. Çeşmə suyundan qəşəng çay. Daş çeşmənin suyudur. Sağ ol xanım, atan rəhmət. Niye yolda? Deməli, sıvap edirəm ocaq üçün. Təndirdə palçıqladım, təndir də göstərərsən. Mən eləyimizəm. Təndiri görsün, nə qəşəng eləmişim. Üstüne o pişmiş palçıq o deyil, oradadır. Göstər ki, qırmızı torpaq. Ondan eləmişim. Yox, bazı adam var, mən yazırlar, oradan, burada onlara demək istəyirəm ki, deyirlər, bir qararın 50 iş görsə, görmədiyi işlə filan qobut yazırlar. Qardaş, iş görürük, sən gəlməsə, həyatdan girib işləmirik, öz işimizi özümüz görürük. Sən narahat edən nədir burada, adama deyərlər. İş görürük də, şükür Allah. Pulumu ver elətdir, amma pulumu vermirəm. Sonra sənlə narahat edir. Dərdin nədir adama deyərlər, sənlə narahat edir. Fırındır, hazırlayıram. 200 litrelik boçkaydı, böldüm. Biraz artırın, kəsdim. Bunun kənarın hörüb, soba yeri zadı hazırlayacağım inşallah. Bu olacaq bizim fırınımız. Yok Ben dedim ki Bu əsətdir, buradadır, imkan verir iş görək bax. Deyək bu iş sən gör. Sən cavansan məndən, o birisindən demə. Nurlara baxın, işləyir. O vaxt baxın, üstü ay. ben işlerim dedim. Ben relasyon düşünüyorum. Orada fırın düzenledi. Hadi sen, orada ocaqdır. Hazratım Mangal Bey. Hazratım Nurlar. Asıl bir şey bana. Evet, şöyle. Deməli, fırının üzərini əsrəm neyin yedik? Niyə? Bir çarpı daha büyük başlıyor. Sonra üzərini
Gətir yaxından göstər Mustafa, görsünlər. Və bu dəmirdir, bu da sketlavatdır. Kuruq belə eləyirik ki, istəyirik özündə qoysun. O vaxt əsər. Türkiyədə işləyirəm. Bir də boçqaba su çanı. Sən də onun içi də şeydir, sketlavat. Su tanıyıcı. Ha da şeydir də içi belə camlı kimi. Ha. Ay, öldüm, anam ağladı, hani. Yandım, töküldüm. Gəldim, nə qədər çimirdim, getmirdi. İndi Əsəd deyir ki, bu işin ustası mənim hörgüsü. Görək də, yaxşı örsə, tər kimin sifarişi olsa Əsəd gəlib görəcək. Əsəd dəyərli oğlandır. Məcbur deyirəm, işim qutarsın, sonra görəcəm. Bu da həyatımız, dağlarımız. Just Əsəd, mən deyirəm ki, baba. Verirəm bunlar. Usta Əsəddir ha. Mən deyiləm. Ata, əstəmiylə qutardınız ki. Ay, maşallah hanım. Görə hələ elə görsənir. Da bilmirəm bu Əsəd başıma nə olacaq. Əsələm. Əsas bunun bax bu düzlüyün eləyə ki, kərpici hörəndə sıxıntı çəkmir. İndi kərpici şap-şap döşə geçsin. Qurumamış. Və dostlar, təndirimiz hazırdır demək olar. Manqalı hazır edirik. Bura ocaqdır. İçərisindən bax, bu odunla olacaq. Bu isə fırındır. Fırında, buradan Əsəd, buradan icazə verim, salamlaşa bilərsən. Buradan verim. Niyə salam verdim? Belə içərdə verirsən. Belə, bu indi qalıq qapağıdadır. Dəmir sipariş vermişəm, gəlsin. İçərisinin qapağını da hazırlayaq. Hər gün bir günə hamısını hörmək olmur. Ağırlıq olur, əyilir. Usta icazə vermir. Yavaş-yavaş hörür. İnşallah bu içində hörür, elə bir şeyimiz qalmır. Ümid edirəm ki, az bir vaxtda bitirəcəyik. Deməli, daşı qoyduq. İndi bunlar belə. Sonra daşları parlovka eləyəcək. Belə böyürdən çəksək görəsən. Sonra bu daş var, üstündə Əsəd usta hazırlayır. Parlovka olacaq. Əsəd buralar aralıda, bax hələ. Sal çıxılma, belə olsun. Ora balaca daşlar böyle. Məncə palçıqdan doldu, sıva baxımdan belə eləyək. Təndiri də salmışam, ağardıramışı. Demək olar, işimiz yekunlaşmaq üzrədir. Ümid edirəm ki, yaxın zamanda artıq fəaliyyətimizə başlayacağıq. Deməli, dostlar, gözlərim çıxdı. Təndir salmışım ilki. Hala zontikini düzeltmemişim. Çarmalar bu tüsneyleri. İçine o mal peyni töymüşüm odun ağasını. Ki tədricən qız. Deməli, yadımdan çıxıb təndiri ilk yandırırım, sizə də deməmişəm. Deməli, ilk yandırmaq üçün samaq 20 santim və ya kərmə deyirlər, peyin, kərmə. Onu töküsünüz, bax bu şəkildə. Amma kütlə yerin tıxmışam. Gətir yaxından, kütlə deyim, bu deşiyin tıxmışam. Hava almasın. Əvvəlcə də nə etdim təndirə? Təndirə bir stəkan duru yağ, 2 ədəd yumurta, bir qaşıq da duz. Onu möhkəm qarışdırdım, belə krem kimi oldu. Təndirin divarlarına onu sürtdüm, Əsəd. Çək o Əsəddə görsünlər mən kimlərlə həyatda qalmağa çalışıram.
Əlim də yanıb, buna bax, elə tər ki yandı əlim, burası. Bax, tuluqluyub eybədə. Şimdi bu 2 saat bax, belə tüstüləyəcək. Fırınımız demək olar tutarmaq üzrədir. Əsəd sağ olsun. Təşəkkür edirəm. Bax, fırınımız da demək olar tutarmaq üzrədir. Aha. İndi qalır. İndi xırda detallı işlər. Necə geyir Emil? Dayanırsan bir şey. Tamam. Çok qəşəng. Sağ olsun Emil də gəl köməri. Əsəd Allah səndən razı olsun. Sağ ol. İlk bişirdiğim məhsulun yani yiyəcək biri varsa o da Əsəddir. Əsəddir, sonra Nurlandır. Sonra baxın da İlyas ha, o kabab yiyən İlyasdır. Ama görüntü necədir? Ha.